MyGov platformasında vətəndaşların işlərini rahatlaşdıracaq yeni xidmət istifadəyə verilib. Yeniliyə əsasən vətəndaşlar əmək müqavilələrini MyGov platformasında imzalaya biləcəklər. MyGov platformasında vətəndaşların işlərini rahatlaşdıran yeni xidmət istifadəyə verilib. Artıq əmək müqaviləsi imzalanması xidməti platformada əl çatandır. Bu inteqrasiya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb. Xidmət çərçivəsində işə götürən tərəfindən göndərilmiş əmək müqavilələri istər yeni işə qəbul zamanı, istərsə də mövcud müqavilələrdə dəyişiklik olduqda vətəndaşlar tərəfindən birbaşa MyGov platformasında imzalana biləcək. Platformada sonuncu inteqrasiya olunan xidmətlərdən biri də əmək müqaviləsinin imzalanması xidmətidir. Hansı ki, vətəndaşlar yeni işə daxil olan zaman və yaxud da ki, onların mövcud əmək müqaviləsində dəyişiklik olan zaman onlar əmək müqaviləsini MyGov üzərindən imzalaya bilərlər. Bu xidmət daha öncə də elektron şəkildə idi, amma xidmətlərə vahid platforma üzərindən çıxışın təmin olması məqsədi ilə xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində MyGov platformasına inteqrasiya olunmuşdur. Xidmətdən istifadə qaydalarına gəlincə, portalda məşğulluq kateqoriyasından əmək müqaviləsinin imzalanması xidmətinə daxil olunur. İmzalanmalı müqavilə mövcuddursa, siyahıda göstərilir, əks halda bu barədə mesaj əks olunur. Müqavilə seçilir və təqdim edilən məlumatlarla tanış olunur. İmzala düyməsinə klik edilərək müqavilə Sima imza vasitəsilə təsdiqlənir. Bununla yanaşı, əgər vətəndaşın yeni əmək müqaviləsi varsa, bu barədə ona MyGov üzərindən bildiriş göndərilir və vətəndaş həmin bildirişdən birbaşa keçid edərək müqaviləni imzalaya bilir. Yeni xidmət vətəndaşların müqavilə imzalama prosesini daha sürətli və rahat şəkildə həyata keçirməsinə şərait yaradacaq. MyGov platformasının əsas məqsədi dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq vasitəsilə vətəndaşlara zəruri dövlət xidmətlərini vahid platformadan təqdim etməkdir.